Evində cavan qızı dünyadan köçənlər Həzrəti Fatimənin şəhadətin bəzi insanlardan daha çox başa düşərlər. Çünki o ürək ağrısını, o qəm qüssəni yaşayıb insanlar. Görürsən, insanlar bəzən o hadisələrdə qəm qüssəni özləri yaxından yaşamasalar, özləri dərindən yaşamasalar, bir o qədər də bəzən əhəmiyyət kəsb eləmir. Elə ki, bir insan qəm qüssəyə düçar oldu. İnsan bir qəm o qüssəyə mübtəla oldu. İnsanı qəm o qüssə əhatə elədi. İnsan məsumların məzlumiyyətini daha çox başa düşür. Ki, və hər kəs də bunu yaşayıbsa başa düşüb. İnsan tək qaldıqca insafən məsumların təkliyin daha dərindən tanıya bilir. Ki, elə bilirsiniz, bəzən qəm qüssə bəladır, qəm qüssə bəzən rəhmətdir. Allah istəyir insana bəzi həqiqətlərin qapısını aça. Bir halda ki, bir zaman oxudu, eşitdi, amma bir o qədər dərk eləmədi. Bir qəm qüssə, bir kədər onun həyatında, onun halətini əhatə elədi. Görürsən, insan daha dərindən həqiqətin özünü başa düşə bildi. Eynən Həzrəti Fatimə, Allah yanında bu dəyərli şəxsiyyət ki, o zamanda Həzrəti Əmirəl-Möminin məktəbin müdafiə eləyən halda dünyadan köçdü. Həzrəti Peyğəmbər bunun üçün deyirdi ki, qızım mənim bədənimin bir hissəsidir, canımın bir hissəsidir. Yəni, o mənim canımdandırsa, o həqiqətlə yaşayıb, həqiqətlə dünyadan köçəcək.